Qonaqlarım hüquq müdafiəçiləri İradə Cavadova və Rəsul Cəfərovdur. İradə Cavadova həm də penitensiar xidmət üzrə İctimai Komitənin üzvüdür. Bugünkü mövzumuz həbsxanalarda saxlanma vəziyyəti ilə bağlı idi. Studiyamıza hər ikiniz xoş gəlibsiniz. Təşəkkür ederim. İradə xanım, sizdən başlayaq. Həbsxanalarda vəziyyət necədir? Həbsxanalarda indiki vəziyyət nisbətən qənaətbəxşdir. Çünki siz bildiyiniz kimi istintaq izolyatora artıq açılmışdı. O da müasir şəraitlə təmin olunmuşdu. O yaxşıdır, amma təbii ki, digər koloniyaların hamısını nəzərdə tutmuram. Bir çoxları o qədər də yaxşı təmirli vəziyyətdə deyil, amma bilirəm ki, reformalar nəzərdə tutulmuşdu və bir çoxlarının artıq köçürülməsi planlaşdırılmışdı. Belə deyim, tam da qənaətbəxş olmasa, amma bir çoxları artıq təmirlidir. Yəni o istiqamətdə bilirəm ki, işlər gedir. Təbii ki, təmir işləri də gedə bilər, həbsxanalarda vəziyyətlər, yəni divarların vəziyyəti yaxşılaşa bilər. İnsanlara münasibət necədir? Tamamilə doğrudur. Yəni o görünüş baxımından olan dəyişikliklər bir tərəfə, amma həbsxanalarda məhkumların hüquqlarının təmin olunması məsələsi tamam başqa bir məsələdir və təəssüflər olsun ki, yəni qənaətbəxşiliyi həmin o məhkumların hüquqlarının təmin olunmasında biz bir mənalı şəkildə qeyd edə bilmərik. Çünki bizim son 6 ayda məhkumların vaxtından əvvəl azadlığa buraxılma hüquqlarının təmin edilməsi üzrə bir layihə həyata keçiririk və təəssüflər olsun ki, bu layihə çərçivəsində əldə etdiyimiz məlumatlar və penitensiar xidmətinin göstərdiyi münasibət bizim bu fikri söyləməyə əsas verir. Yəni fikir ondan ibarətdir ki, penitensiar xidmət hüquq müdafiəçilərinə, yəni belə deyək, vacib deyil ki, yəni İctimai Komitənin üzvü olan, yəni İctimai Komitənin üzvü olmayan hüquq müdafiəçilərinə qarşı müəyyən ayrı-seçkili nümayiş etdirir. Belə ki, biz 2 dəfə müraciət etmişik məhkumlarla görüşməyə və məhz bu layihənin həyata keçirilməsini həyata keçirməyə. Lakin hər 2 dəfə də bizə imtina olunub və eyni zamanda biz məhkumların hüquqlarının bu qorunması istiqamətində işlər çərçivəsində informasiya sorğusu da göndərmişik ki, ümumiyyətlə son 3 ildə vaxtından əvvəl neçə məhbus azadlığa buraxılıb. Təəssüflər olsun ki, bu sorğumuza da cavab verilmir. İctimai Komitə belə məsələlərə baxırmı? Vəziyyət necədir? Mən də bununla bağlı öz mövqeyimi bildirmək istirdim. Tamamilə haqlıdır Rəsul müəllim. Çünki vaxtından əvvəl azad olunmalar çox yəni demək olar ki, bu mexanizm işlək deyil, işləmir və çox az məhkumlar var ki, onlar vaxtından əvvəl azad olunurlar və o hansı prinsip üzərində qurulur, o da bizə məlum deyil. Çünki bildiyim qədər Milli Təhlükəsizlik Nazirliyinin apardığı işlər üzrə heç vaxtından əvvəl azad olunmur məhkumlar. Bu bir. Ondan sonra prokurorluğun tutalım ki, hər hansı bir sifarişli işləri olanda mən hesab edirəm ki, bəzən ədalətsiz hökmlər olanda da bu vaxtından əvvəl azad olunmalar, yəni orada sifariş xarakterli məhkumlar, onlar vaxtından əvvəl heç vaxt azad olmurlar. Bir də xəstə məhkumlar var ki, hansıların ki siyahısı var, hansı xəstəlik üzrə məhkumlar vaxtından əvvəl azad olunmalıdırlar. Lakin o siyahını heç də hətta mən İctimai Komitənin üzvü kimi əldə edə bilmirəm, baxmayaraq ki, bir neçə dəfə müraciət etmişdim. Təbii ki, məhkumların bir çoxları da ondan istifadə edə bilmir. Bir də diqqətinizə çatdırmaq istəyirəm ki, burada penitensiar xidmətin rolu məhkumların vaxtından əvvəl azad olmasına çox az olur. Çünki prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi qeyri-rəsmi olaraq təzyiq göstərir və onlarda belə bir siyahı tərtib olunmalıdır. O siyahı penitensiar xidmətdən prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə gedir və o siyahıda orada bir şərt, bir quş qoyma mərasimi hökmən olmalıdır ki, hansısa məhkumun qabağında qoyulur ki, buna icazə verilir və yaxud verilmir. Sonra o siyahı təzədən penitensiar müəssisəyə qayıdır və ondan sonra artıq məhkum müraciət edə bilər. Yəni, prosedur bu cürdür.
Amma öz aramızda blogerləri vaxtından əvvəl azad etdilər və bunun hüquqi proseduru necədir? Yəni, şəxsi amillərdən asılıdır vaxtından tez azad edilmək, yoxsa hüquqi prosedurlardan asılıdır? Vaxtından əvvəl azad edilmənin İradə xanımda qeyd etdiyi kimi bir neçə deməli səbəbi ola bilər. Tutaq ki, hər hansı bir məhbus deməli cəzasının yarısını deməli çəkibsə və yaxud da ki, həqiqətən də müəyyən xəstəliyinə görə bu artıq məhbəsdə deyil, deməli ağır cinayətlər üzrə bu 3-2 ilə baş verir, yüngül 3-1 ilə, bəli. Yəni müəyyən mənada, yəni müəyyən hissəsinin çəkilməsi vacibdir. Blogerlərin məsələsində biz əlbəttə ki, sevinirik, çünki yəni gözlənilmirdi ki, belə bir qərarla onlar buraxılacaq, amma yəqin ki, İradə xanımın qeyd etdiyi siyasi sifariş bu səfər blogerlərin xeyrinə verilib deyənə bu tip qərar verilib. Amma indi bu blogerlərin məsələsi sözünüz bilirsiniz ki, xeyli həm yerli, həm beynəlxalq ictimaiyyətin diqqətində idi. Amma gəlin baxaq digər məhbuslara. Yəni mən apardığım araşdırmalara görə elə bir adam tapa bilmirəm ki, desin ki, mən tutaq ki, cəzamın müəyyən hissəsini çəkmişəm və azadlığa buraxılmışam. Və yaxud desin ki, mən xəstə idim, bu xəstəliyə görə mən azadlığa buraxılmışam. Və yenə də deyirəm, biz onların sayını istəyirik penitensiar xidmətdən. Penitensiar xidmət onun sayını bizə vermir. Buradan belə nəticəyə gəlmək olar ki, ya ümumiyyətlə heç kimi buraxmırlar, ya da azadlığa buraxılanların sayı o qədər azdır ki, penitensiar xidmət sadəcə biz ad istəmirik, rəqəmlər istəyirik. Hətta bu rəqəmləri verməyə də deməli Yox, buraxılır, vaxtından əvvəl azad olunurlar, amma çox cüzi bir miqdarda məhkumlar, çox bəli. Və mən yenə də deyirəm, o prinsip hansı əsasında tutalım ki, bir məhkuma icazə verilir, digərinə eyni maddələrlə verilmir, bu bizə məlum olmur. Əslində o qeyri-qanunidir, yəni siz dediyiniz məsələ ki, yəni hüquqi prosedur yoxdur, şəxsi amillər. Xeyr, hüquqi prosedur prinsip etibarıyla var ki, ağır cinayətlər üzrə 3-2 ilə artıq o azad oluna bilər, yəni onunla bağlı məhkum müraciət etmək hüququ var. Lakin o müraciət etsə belə ona qeyri-rəsmi olaraq prokurorluq və yaxud digər hüquq mühafizə orqanı tərəfindən razılıq, qeyri-rəsmi razılıq lazımdır. O alınmasa, məhkum məhkəməyə müraciət etsə, ona imtina cavabı gəlir və onu da qeyd eləmək istəyirəm ki, məhkəmə heç vaxt onu yaxşı əsaslandıra bilmir. Ki, nə hansı səbəbdən həmin məhkum vaxtından əvvəl azad olunmur. Bu bir. Bir də ki, məsəl üçün, məhkum xasiyyətnamə yaxşı almalıdır penitensiar müəssisədən və doğrudan da onun heç bir problemi olmamışdısa, heç bir cəzası olmamışdısa, hətta bir neçə paşiyenyalar olmuşdu, belə deyim. Ona baxmayaraq, bir də görsən ki, penitensiar müəssisə məcburiyyət qarşısında qalıb ona xasiyyətnamə vermir. Bəli, indi isə başqa bir mövzuya keçək, penitensiar xidmətlə bağlı. Təbii ki, ölkənin müxtəlif regionlarında cəza çəkmə müəssisələri tikilir, müasir standartlara uyğun tikildiyi bəyan edilir. Ümumi münasibətlər sistemində Sovet həbsxanası ilə müstəqil Azərbaycan həbsxanası arasında fərq nədən ibarətdir? İşgəncələrlə bağlı, məhbuslara münasibətlə bağlı, onların yəni yaradıcılığının həyata keçirilməsindən bağlı, təhsilinlə bağlı, ümumiyyətlə necədir? Mən hesab edirəm ki, indi xeyli dəyişikliklər var. Məsəl üçün, məhkumlara daha çox zəng etmək hüququ verildi, bilirsiniz. İndi hər bir məhkumun imkanı var ki, evi ilə, ailəsi ilə, uşaqları ilə danışsın. Sonra, məsəl üçün, Kürdaxanda yerləşən o istintaq izolatorunda bu yaxınlarda bir məhkumla görüşmüşəm, vəkil kimi və o dedi ki, bizim hamımızın özümüzün radiomuz var hətta. Bu çox sevindirici haldır, çünki bir var ki, ümumi radio vişəniyə, necə deyərlər, orada ancaq iki hansısa dalğa tutulur. Amma burada və onlar bütün istədiyi dalğalardan istifadə edə bilirlər. Bildiyim qədər televizor var, artıq onlar nələrəsə baxa bilirlər, xəbərləri izləyə bilirlər və s. Yəni, bunlar çox yaxşıdır. Kitablarla təmin olunurlar. Mən demirəm ki, bütün koloniyalar bu vəziyyətdədir, amma artıq bu istiqamətdə işlər gedir. Digər koloniyalar var ki, orada
sıxlıq çoxdur. Yəni, hər məhkəmə 4 kvadrat metr bir nəfərə düşür. Amma biz nəyə müşahidə edirik ki, həmin 4 kvadrata 2 məhkum bəzən yerləşdirilir. Bu çox sıxlıqdır. Təbii ki, bu o qədər də yaxşı hal deyil. Çünki sıxlıq çox olan yerdə bunun hamam məsələləri var, gigiyenik məsələlər var ki, məhkumlar heç də hər zaman istədikləri kimi bundan istifadə edə bilmirlər. Amma həmin dediyim o yeni Kürdəxanada yerləşən, ondan çox danışacağım. Çünki o çox müasirdir və biz çox razıyıq. Onun otaqda su, yəni hamam hər bir şey var və məhkum istədiyi zaman hətta hər gün belə duşunu qəbul edə bilər. Yəni bu çox yaxşıdır, müsbətdir. Amma qida məsələsini nisbətən yaxşıdır. Mən deyə bilməzdim ki, çox yaxşıdır. Çünki biz bir neçə koloniyalara olduğumuz zaman mən şəxsən yaxşı görməmişəm o qidanı. Amma belə hesab olunur ki, qənaət bəxş sayılır. Bir çox məhkumlarla söhbət zamanı onlar bildirirlər ki, onlar evdən alırlar qidanı. İctimai nəzarət necədir? Yəni, bir komitə yaradıblar penitensiar xidmətin yanında. Təbii ki, burada yəni müxtəlif insan hüquq təşkilatlarının nümayəndələri var. Amma məsələn deyək ki, jurnalistlərin həbsxanada nəzarət həyata keçirməsi və digər hüquq müdafiəçilərinin azaddırmı? Yəni məhbusların həyatına baxmaq, onların vəziyyətini öyrənmək, şikayətini dinləmək. Təəssüflər olsun ki, azad deyil və mən ona görə bəyaqları bu layihənin adını da çəkəndə ki, hansını ki biz indi həyata keçirdik, faktiki olaraq digər hüquq müdafiəçilərinə, yəni ictimai komitədə olmayan hüquq müdafiəçilərinə, jurnalist təşkilatlarının nümayəndələrinə bu tip monitorinq aparmağa və yaxud da ki, ümumiyyətlə vəziyyətlə maraqlanmağa icazə və imkan verilmir. Ona görə də biz hesab edirik ki, indi tutaq ki, bu ombudsman aparatı var, milli prevensiv mexanizm kimi tətbiq olunur və onların təkcə deməli həbsxanalara deyil və ümumiyyətlə bütün tutaq ki, o vaxtından, yəni həbsxanadan əvvəlki mərhələdə o saxlanılma yerlərinə də hətta getmək yolları var. Bütün qapalı müəssisələrə qapalı müəssisələrə də eyni zamanda indi yaxşı olardı ki, ombudsman aparatı vasitəsilə və yaxud da ki, digər qurumlara da bu hüquqlar yaradılsın. Yəni elə olmasın ki, bu faktiki ayrı seçkilik yaradır. Yəni belə çıxır ki, ictimai komitəyə daxil olan hüquq müdafiəçiləri gedə bilərlər və yaxud da ki, ombudsman aparatında olan şəxslər gedə bilərlər. Amma öz təşəbbüsünə çıxış edən və kifayət qədər də təcrübəsi olan hüquq müdafiəçiləri və ya hüquq müdafiə təşkilatları bu hüquqdan məhrum olunurlar. Ona görə hesab edirəm ki, bu kifayət qədər ciddi məsələ və işlənməli olan məsələdir. Çox sağ olun studiyamıza gəldiyinizə görə. Bugünkü qonaqlarım hüquq müdafiəçiləri İradə Cavadova və Rəsul Cəfərov idi. İradə Cavadova həm də penitensiar xidmət üzrə ictimai komitənin üzvüdür. Sağ olun. Sağ olun.